Sabahınız xeyirli olsun. Bəli, Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan yenidən məhkəmə qarşısındadır. Bakı məhkəmə kompleksində hərbi məhkəmənin hakimlərindən ibarət heyətdə təqsirləndirilən Ruben Vardanyanın barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi bugün də davam edəcək. Bir neçə dəqiqədən sonra növbəti baxış iclası başlayacaq. Bir neçə dəqiqə bundan əvvəl Ruben Vardanyan məhkəmə binasına gətirildi. Hazırda isə zərər çəkənlər məhkəmə salonuna tədricən daxil olurlar. Hazırki mərhələdə 44 günlük vətən müharibəsindən sonra Ermənistan ordusunun qalıqları və eyni zamanda qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan və xalqımıza qarşı törətdiyi çoxsaylı cinayət əməlləri məhkəmə prosesində araşdırılır. Ruben Vardanyan hələ ki məhkəmədə ifadə verməkdən imtina edir. O eyni zamanda dövlət ittihamçılarının suallarını cavablandırmaqdan da imtina edir. Amma məhkəmə prosesində çoxsaylı zərər çəkənlər iştirak edir və onlar ifadə verirlər. Hansı cinayət hadisələrin törədilməsi barədə məhkəmədə öz ifadələrində qeyd edirlər, danışırlar. Cinayət işi üzrə çoxsaylı sənədlər, sübutlar, faktlar keçir. Onlar da məhkəmə prosesində araşdırılır. Ruben Vardanyan məhkəmə prosesində bir neçə dəfə vəsadətlərlə çıxış edib və onun vəsadətlərinin də böyük əksəriyyəti demək olar ki, təmin olunub. Ruben Vardanyan özünü seçdiyi vəkillə təmin olunub, özünü seçdiyi vəkil onun hüquqlarını müdafiə edir, eyni zamanda onun özünü istəyinə uyğun olaraq rus dilində tərcüməçi ayrılıb. Məhkəmə prosesində həm də çoxsaylı zərər çəkənlər zərər çəkmiş qismində salonda əyləşirlər. Proses açıq keçirilir və biz ASTV komandası olaraq mütəmadi olaraq məhkəmənin iclasları ilə bağlı məlumatları tamaşaçıların diqqətinə çatdırırıq. Bugün də xəbərlərin növbəti buraxılışında daha geniş məlumatları tamaşaçılara çatdırmağa çalışacaq deyərək sözü yenidən mərkəzə, studiya ötürürük.